Hörmətli dostum, çox sağ ol. Mən də görürəm ki, dostların hamısı vətən qorxusu düşürlər. Amma burada vətən qorxusu yoxdur dostlar. Bu fəzanı kanditlər yaradırlar. Kanditlər çox böyük pul xərcləyiblər. Məsələn, o şəhərlərdə ki, uduzluq deyilir indi, orada Urmuda 130 neçə dana kandit var. Üçü bunlardan, 3-4'ü Kürtdür, qalanı Türkdür. Yəni, təhrim əsasında deyil məncə, rəylərin bölünməsi əsasında. Geçənki dövrə görə 2 bərabər kanditlər çoxdur. Bir, Sulduzda və o birisi Maçıda kanditlərin sayı 34-36'dır. Yəni, və içində 1 dana, 2 dana Kürt var, amma 34 dana, 33 dana şey var, Türk var. Birincisi bu ki, o ürək sıxıntısı görürəm, millətimizin də görürəm. Amma baxın, bir dana fraksiyon düzəldi məclisdə 110 nəfərdir. Yaxşı ki, biz 110 nəfərdən 10'unu uduzmuşuq, yenə 100 nəfər oradadır. Amma siz buracan ha zaman görmüsünüz məclisdə Kürtlər Türkiyəyə, Ermənilər Azərbaycana, ya hətta bizim özümüzə həmlə eləyəndə, torpağımızı böləndə bu nümayəndələr danışarlar. Baxın, indi Sulduzla Nəqədehdən, Urmiyədən qorxursunuz, amma biz öncədən Kürdistana torpaqlarımızı bölüblər, veriblər. Öncədən Ərdəbili bölüblər, veriblər Şumala, Cilana. Öncədən Qəzvini, Zəncanı, Əraki, Ustanı Mərkəzi, Ustanı Əlborz, yəni Kərəci ayırıblar, veriblər ayrı yerlərə, özlərinə bilsin. Heç kəs indi onlarda bilmir bu cürdür. Bu, baxın, özümüzü toğlamayaq. İndi feylən o kanditlər çox böyük pul xərcləmişdilər. Məsələn, fikir eləyin ki, ən azı Sulduzda 40 milyard tümən pul xərcləmişdilər. İndi o 40 milyardın istəyirlər nəticəsi millətə deyirlər, bax bizə rəy verməli çıxdı. O hardakı olmayacaqdı. Yəni əslən imkansızdı və gərək də olmayaydı. İndi bizim bilirsiniz, bu qəziyyə dostlar buna ciddi baxmırlar, çünki ehsasla baxırlar. Dedim, o kanditlərin indi pulunun zoru ilə çıxmayıb da hamısını ayrıhatlı təbliğat edirlər filan bəhman, onu milli bir cəryan göstərirlər. O cür deyil, bunların hamısı cəsədlər məclisə xiyanətləri o birislərdən çox olacaq. Amma bununla belə, indi baxaq görək ki, biz buradan nə qazana bilirik. Biz indi buradan əgər başarsaq, bir milli hissi həyəcan qalxacaqdır. Kürt zidli, Fars zidli bir ciddi həyəcan qalxacaq. Ciddi düşüncə qalxacaq. Ciddi vətənçilik, millətçilik qalxacaq. Biz əgər bunu mənic eləyə bilsək, bunu kanala sala bilsək, bunu hizbə çevirə bilsək, bunu radikallaşmağın məntiqi, əqlani və hətta nə deyirlər, cəngə tərəf aparsaq, biz udacağıq. Kürtlər də alıya oturacaqlar. Çünki Kürtlərin cəmiyyəti çox aşağıdır. Eyni halda Türkiyə də vurur. Bu bizim nəfrimizədir. Kürtləri eləyə bilməzlər. 2 cibhədə savaşarlar. İmkanı yoxdur. Heç millət 2 cibhədə savaşa bilməz. Bunun üçün məncə biz o təbliğata getməyək. Biz bura gedək ki, biz əvəzin ki, nümayəndələrin, kandidlərin, məzərət istəyəm, kandidlərin üstünə sərmayəmizi qoyaq, yumurtalarımızı qoyaq, gələk torpağımızın üstünə, vətənimizin üstündə, istiqlalımızın üstündə bu işi nümayəndələr ki, gediblər məclisə keçən 40 ildə daimən bizə xiyanət ediblər, daimən. İndi də cəsirlər xiyanət edəcək. Ustanları gətirdilər, Kürt ustanları gətirdilər. Türkiyə ilə müxalifət elədilər, Azərbaycanla müxalifət edilər, ermənilərə silah göndərdilər, heç kəs dinmədi. 2 dana erməni nümayəndə durdu, Azərbaycanlılara əleyhinə danışdı. Ermənilər hər il şəhərlərdə rahpeymalıq edirlər, bizi məhkum edirlər. Bir dana nümayəndə orada danışmaz. Baxın, əslən mən bilmirəm niyə siz bəzi dostlar, cənabınızı demirəm, bəzi dostlar nədən nümayəndələri vətən yerinə qoyublar? Nədən kanditləri, kanditləri vətən yerinə, millət yerinə, mənafi milli yerinə qoyublar? Bunların heç birisi indiyəcən mənafi millimizə bizim getməyiblər. Buracan heç birisi bir iş görməyibdir. Dilimizə, nə vətənimizə, nə mədənlərimizə, nə kərxanalarımıza, nə iş yerlərimizə, xaricərlərimiz qalıblar zindanlarda, fəallarımız qalıblar zindanlarda. O vaxt hər kəs indi pul xərcləyibdir. Bilirsiniz, bizdə bir şey var da, qoy burasını açıq adlayayım. O yerdə ki pul var, insanlar pula tərəf gedərlər. Pulun yanında durarlar.
Əgər biz də milli hərəkətdə pulumuz olsa, pul xərcləsək, insanları sərbaz edər, o silah veririk əllərinə, gedib ölərlər, hazır olarlar. Çünki pula insanlar can verməyə hazırdılar. Kandidlər də pul veriblər, indi onlar bizdə bunu yaradırlar. Və hətta əlbəttə mən istiqbal edirəm. Kaş kandidlər indi duralar deyirlər ki, bizə etiraz edirik rəylərə, gəlin xiyabanlara şuriş eləyin. Kaş bu qədər cəsarətləri ola. Yəni indi onlar ki deyirlər, biz burada uduzmuşuq, dursunlara etiraza gərək duralara etiraza. Mən də deyirəm uduzmuşuq, yazmışam da uduzmuşuq. Məqaləsini farsça da sizə göndərdim, türkçədə yazmışam, onu da göndərirəm. Amma baxın, yol nədir? Biz mənfəət nə Mənfəət kandidlərdə deyil, mənfəət odur ki, indi bir dənə hadisə yaranıbdır, çox böyük bir hadisədir. Milli hərəkəti külli Azərbaycanda, Tehrandan tutmuş da mərzə qədər, belə Türkiyənin sərhəddinə qədər bu cəryanı ayaqlandırmaq lazımdır. Həyəcana gətirmək lazımdır, inqilaba aparmaq lazımdır, təşkilatlanmaq lazımdır, silah götürmək lazımdır. İndi bizim 10 dana silahımız çıxsa bu şeylərdə, bu şəhərlərdə, Kürtlər bu şəhərləri, evlərin boşaldıb gedərlər. Ya, fəqət kafidə 10 dana biz orada silahlı adam çıxada bilək. Biz gərək bu, baxın, əvəzin ki, tamam zərfiyyətimizi qoyaq, kandidlərin üstündəki xiyanətçiliyə qoyaq, indi vətənimizin üstünə bizə böyük bir fürsət gəlibdir. Bu böyük fürsətdən istifadə eləməliyik.